Sizinlə 7-ci sinif ümumi tarix dərslikdən 10-cu dərsə baxacağıq. Mövzumuz mədəniyyətdir. Səhifə 58, 59, 60 və 61-i oxuyacağıq və buradakı suallara cavab verəcəyik. Türk xalqlarının İslama qədərki mədəniyyətində yazının özünə məxsus yeri vardır. Qədim türk əlifbası 34 samit və 4 said olmaqla 38 hərfdən ibarət idi. Kitabələrdəki mətnlər sağdan sola və yuxarıdan aşağıya yazılırdı. Orxun Yenisey abidələri türk xalqlarına məxsus mühüm yazılı mənbələrdir. 5-ci, 8-ci yüzilliklərə aid abidələr türk xalqlarının yüksək mədəni nümunələr yaratdığını sübut edir. Bunların ən əhəmiyyətliləri Göytürk yazılarıdır. İslama qədərki dövrdə türk xalqları Göy Tanrı dininə inanırdı. Orxun Yenisey abidələrində Türkün Tanrı övladı olması inamı və türklərin Tanrı himayəsində yaşaması etiqadı əksini tapmışdı. Qədim türklər memarlıq və incəsənətin də inkişafına öz töhfələrini vermişlər. Onlar şəhərlər salmış, öz xalqlarının şərəfinə heykəllər uzatmış və yaşayış tərzlərini əks etdirən rəsmlər çəkmişlər. İslam mədəniyyəti. Ərəblər tərəfindən işğal olunmuş ərazilərdə İslam dininin yayılması nəticəsində yeni bir mədəniyyət formalaşdı. İslamın yayıldığı ərazilərdə ərəb dili elmi və ədəbi dilə çevrildi. Dövlət işləri ərəb dilində aparılır, məktəblərdə ərəb dili tədris olunur və dini ibadətlər bu dildə yerinə yetirilirdi. Qədim Avropa və Şərq xalqlarının mədəniyyəti öyrənilir, müxtəlif dillərdə olan elmi və ədəbi əsərlər ərəb dilində tərcümə olunurdu. Geniş ərazili xilafətdə təsərrüfatın inkişafı, böyük şəhərlərin olması və İslam dininin yayılması mədəniyyətin inkişafına təkan verdi. Məscidlərin yanında fəaliyyət göstərən məktəblərdə müqəddəs Quran və ərəb dili öyrədilirdi. Məktəbi bitirənlər təhsillərini mədrəsələrdə davam etdirirdi. Alimlərin dərs dediyi mədrəsələrdə dini biliklərlə yanaşı riyaziyyat, astronomiya və təbabətə aid elmi biliklər də verilirdi. Əl yazısı ilə meydana gələn kitablar mədrəsələrin zəngin kitablarını bəzəyirdi. Sonralar isə Avropada mədrəsələrin nümunəsində ali məktəblər yaradılacaqdı. Təhsilin inkişafı nəticəsində elmi biliklər sürətlə yayılırdı. Xilafətdə elmi biliklərin bir çox sahələri inkişaf edirdi. Sənətkarlıq və ticarətin inkişafı da buna təsir göstərirdi. Hind rəqəmlərindən istifadə edən ərəblər cəbr elminin əsasını qoydular. Aristotelin əsərlərinin izahını verdiyinə görə böyük alim Fərabini ikinci müəllim adlandırırdılar. Fərabi də Aristotel kimi elmi biliklərin təsnifatını vermişdir. Elmlərin şeyxi adlandırılan məşhur müsəlman alimi İbn Sina tibbə dair əsərləri ilə şöhrət qazanmışdı. Görkəmli Azərbaycan alimi Bəhmənyarın müəllimi olmuş İbn Sinanın əsərləri uzun müddət Şərqdə və Avropa ölkələrində tibb üzrə əsas dərslik olmuşdur. Xilafətdə tarix elmi də inkişaf etmişdi. Bəlazuri ərəb işğallarına həsr olunan ilk tarix əsərini yazmışdı. Xilafətin 200 illik tarixini qələmə alan Təbəri Xürrəmlər hərəkatı haqqında da məlumat vermişdi. Ərəb ədəbiyyatının qızıl dövrü Abbasi xilafətinin hakimiyyəti dövrünə təsadüf edir. Ərəb dilli ədəbiyyatın inkişafında xilafətə daxil olan bütün xalqların nümayəndələri iştirak edir.
Xilafət dövründə memarlıq çox inkişaf etmişdi. Yeni şəhərlər salınır, əsl sənət əsəri olan memarlıq abidələri inşa olunurdu. Tikililər içərisində əsas yeri məscidlər tuturdu. Samirə şəhərindəki Ulu məscid dövrün gözəl memarlıq nümunəsi idi. Kitabların üzünün köçürülməsi nəticəsində xəttatlıq sənəti inkişaf etməkdə idi. Xilafətin dövründə vahid İslam mədəniyyətinin formalaşması nəticəsində müsəlman ölkələri dünyanın ən qabaqcıl ölkələri hesab olunurdu. Erkən orta əsrlərdə Bizans mədəniyyəti inkişaf etməkdə idi. Bu mədəniyyət əsasən qədim Roma və Ellin ənənələrindən bəhrələnmişdi. Bizans şəhərləri yalnız sənətkarlıq və ticarət mərkəzləri deyil, həmçinin mədəniyyət ocaqları idi. 7-ci yüzillikdən başlayaraq Yunan dili imperiyanın dövlət dilinə çevrildi. Təhsil və elm inkişaf etdi. Bizansda savadlı adamların sayı Qərbi Avropadakından daha çox idi. 11-ci yüzilliklərdə Konstantinopolda universitet açıldı. Burada hüquq və fəlsəfə fakültələri fəaliyyət göstərirdi. Orta əsrlər memarlığının inkişafında Bizansın özünə məxsus yeri vardır. İmperator Justinianın əmri ilə Konstantinopolda tikilmiş müqəddəs Sofiya məbədi Bizans memarlığının möhtəşəm nümunəsidir. Osmanlılar Konstantinopolu ələ keçirdikdən sonra məbədi məscidə çevirdilər. Antik dünyadan orta əsrlərə keçid dövründə Qərbi Avropada mədəniyyət tənəzzül etdi. Savadlı adamlar əsasən din xadimləri idi. Kilsə məktəblərində dərslər latın dilində keçirilirdi. Bu dildə isə o zaman heç bir xalq danışmırdı. Frank imperatoru Böyük Karl təhsilə, elmə və mədəniyyətə böyük diqqət göstərirdi. O məktəblər açdırır, saraya müxtəlif ölkələrdən savadlı adamlar dəvət edir, paytaxt Ahaendə daşdan saraylar və kilsələr tikdirirdi. Böyük Karlın tədbirləri nəticəsində mədəniyyətdə yüksəliş baş verdi. Frank imperiyasının tənəzzülünə qədər davam etmiş həmin dövrü Karoling oyanışı adlandırırlar. 5 il inşa olunmuş müqəddəs Sofiya məbədinin tikintisinə 10.000 adam cəlb olunmuşdu. İmperator buranı baş məbədə çevirmək istəyirdi. Bu nəhəng binanın ölçüsü 68,4 metr, hündürlüyü isə 51 metrdir. Dördkünc əsas binanın üzərində nəhəng günbəz var. Məbədin iç divarları və sütunlarına müxtəlif rəngli mərmərdən üst çəkilmiş və mozaikalarla bəzədilmişdir. Mozaika eyni və ya müxtəlif rənglərdə şüşə, daş, hissəcik və piltələrdən hazırlanmış incəsənət nümunəsidir. İndi isə suallara baxaq. Birinci sualda Orxan Yeniçi abidələrinə dair əlavə məlumatlar toplayın. Orxan abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxan abidələrinə Ongin, Gülticin, Bilgə Xaqan, Tonyukuk, Kuliçor, Moyunçor, İşi Aset, Hoytu Təmir və Suci abidələri daxildir. Abidəni tərcümə edən Danimarkalı alim Wilhelm Thomsendir.
Mən bu qədər məlumat yazdım. Siz istəsəz özünüz məlumatlar da yaza bilərsiniz. Baxaq digər tapşırığa. Sizcə ərəb dilli İslam mədəniyyətinin meydana gəlməsinin səbəbləri hansılardır? Ərəblər tərəfindən işğal olunmuş ərazilərdə İslam dininin yayılması nəticəsində yeni bir mədəniyyət formalaşdı. İslamın yayıldığı ərazilərdə ərəb dili elmi və ədəbi dilə çevrildi. Dövlət işləri ərəb dilində aparılır, məktəblərdə ərəb dili tədris olunur və dini ibadətlər bu dildə yerinə yetirilirdi. Digər sualda ərəb xilafəti dövründə rəssamlıq və heykəltaraşlığın inkişaf etməsinin səbəblərini araşdırın. Ərəb xilafəti dövründə rəssamlıq və heykəltaraşlığın inkişafı İslamın insan obrazını təsvir etməsinə qoyduğu məhdudiyyətlər, məsələn, canlı varlıqların təsvirinin qadağan olması, vəziyyəti dəyişdirərək dekorativ sənətlərə yönəlməyə səbəb oldu. İndi sonuncu sualımıza baxaq. Bizans və Qərbi Avropa mədəniyyətlərini müqayisə edin. Bu digərlərindən daha qısadır. Bizans və Qərbi Avropa mədəniyyətləri arasında əsas fərq dil, dini yönüm və elmi inkişaf səviyyəsində idi. Bu qədər dostlar. Videomu bəyəndinizsə like atıb kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək. Sağ olun.